Sabah səhər tezindən bizim görəcəyimiz iş nədir? Biz bir ədəd implant qoyacağıq. Burada pasiyentin dişi yoxdur. Bir ədəd implant burada olacaq və bura işi görmüşkən, cərrahi işi görmüşkən burada da bir ağıl dişimiz var. Çoxdandandır ki, gəlib burada söykənib bu dişə dayanıb. Bunu getdiyi zaman keçdikcə belə əyəcək. Buradan təzəli diş çəkilib, biz çəkməmişik. Diş çəkilib. Çəkildiyi üçün hələ ki əyməyib, gələcəkdə əyəcəkdir. O səbəbdən də bu ağıl dişində bir əməliyyatda çıxardacağıq. Sümükdə normal yerimiz var, normal qalınlıqdır, normal ölçüdə 10-11 mm ölçüdə implant bağlamağımız bura yetərlidir. İstər bir ədəd implant olsun, istər 10 ədəd implant, istər 16 ədəd olsun, tutalım 8 yuxarı, 8 aşağı. Biz cərrahi proseslərimizi həmişə yüksək səviyyədə sterillik altında cərrahi zalda sırf stomatoloji cərrahi zalda eləyirik. Bu sterillik implantasiyada çox önəmlidir. Mən eşidirəm ümumiyyətlə implantasiyada gələn pasiyentlər şikayətlə gəlir, filan kəs implant elədi, dişləri implantlar tutmadı, eləmədi, qopdu gəldi, aylarla əziyyət çəkdi, get-gəl. Burada proseslər həkimin təcrübəsindən əlavə, həkimdən yüksək təcrübə tələb olunur ki, implantda problem olmaması üçün. Ondan əlavə sterillik çox vacib şərtlərdəndir. Əlimi ora vurum, bura vurum, telefona vurum, hər şeyə vurum. Bu olmur. Bütün sterillik düzəlməlidir. Məsələndə bir baxsaq, bütün sterillik düzəlməlidir ki, bunlar çox vacib şərtlərdəndir. Pasiyentdən tələb olunan pasiyentin baxımlılığıdır. Özündən asılı olmayan səbəblər isə orqanizmin mühitidir ki, humoral mühit olsun, ümumiyyətlə digər xəstəliklər filanlar olsun, kardio problemlər olsun. Bunları çıxsaq şəkər problemləri olsun. Bunları çıxsaq xəstənin özünə baxımlılığı da vacib şərtdir. Yəni bu zəncir halqaları hamısı tamamlandıqda bütöv bir zəncir halqası olur və bu çox uğurlu olur ki, implant da ömürlük ola bilir. Yəni implant deyərdim ki, ömürlükdür. Yəni hər kəs implantın ömrünü soruşur. İmplant deyərdim ki, ömürlükdür, doğru halda olsa. Pasiyent bizdən küsüb, əməliyyatın sonuna qədər küslü qalmağı planlayır. Ondan sonra bilmirəm barışacaq, barışmayacaq, barışacaq yəqin. Başlamayacaq sizlə. Yox. Allah başlamana badım sən. Nə qədər başlatmaq üçün? Hə? Qışqırtmayayım mən sağ. Qışqırmayayım, qışqırtmayayım. Əməliyyata başlayaq. Hər kəs vurduğum iynəni soruşur ki, necə vururuq? Burada aşağı alveol sinirini keydəcəyik. Ağrı var. Pasiyent biraz hayküyçüdür yəqin ki. Aşağı alveol sinirini keydirik və bunun üzərində də əməliyyatımızı eləyəcəyik. Bir ədəd iynə vurdum burada. Bunun üzərində də implantımızı eləyəcəyik. Bu boşluğa implant qoyacaq. Amma rentgendən də göründüyü kimi bu hissədir. Burada bir ağıl dişi var ki, bu dişi sıxır. Yumşaq toxuma altındadır və kənarlarında diş sümük əhatələmişdir. Bunu indi buradan çıxardacaq. Təkcə dişin bu hissəsi biraz çöldədirmiş kimi görünür, amma o da buna söykənib. Kənarları sümük içərisindədir, yumşaq toxuma altındadır. İndi bir əməliyyatda bir iynə üzərində buradan ağıl dişini çəkəcəyik və bu hissədə implantı qoyub çıxacağıq. Bunu kəsiksiz eləmək olardı mı? Hə, olardı. Amma mənim xoşum gəlir. Balaca bir dəlikdir. Buradan balaca bir dəlikdir. Açılır, baxırıq. Yəni sümük ürəyim istəyən yerdə implantı qozalıram. Şablonla da eləmək olardı. Həm artıq məsrəf olur, həm də sümüyü mən görürəm. Ürəyim istəyən kimi təmizləyirəm, eləyirəm. Artıq heç bir şey qalmır, implantı qoyuram. Bura təmizləyir. Bu bir Alman implantı. Alman implantını açacağız indi. İmplantımız bu. Çənəyə yerləşdirək. İmplantımız bağlandı, hər tərəfdən də sümüklə əhatələndi. Qapayıcı vidamız buradadır. Onu da bağlayaq ki, biz neyniyəcəyik? Niyə görə bağlayırıq? Çünki implantın içi dəlik qalmasın. Bu qapayıcı vida bizə nəyə görə lazımdır? Bu implantın bu hissəsi dəlikdir, fikir verirsə. Bu dəliyi qapatmaq üçün lazımdır. Ona görə də adı da oradan götürülür və qapayıcı vida olub. Bunu bağlayırıq burada. Gözəl bir torkumuz var implantda. Bir dəfəyə də bağlandı. Açmadıq, nə bağlamadıq. Açıb. İşimiz bitdi. Ağrı var hər hansı? Yoxdur. İndi keçirik gömülü ağıl dişinin çəkiminə. Pasiyent hər hansı bir ağrı hiss eləmir. Bir aşağı alveol sinirini keyitmişik. Onun hesabına da işimizi görürük. Başqa bir iynəyə də ehtiyac olmur. Başlayaq ağıl dişini çəkək. Qorxmuruq? Hə? Qorxuruq. Yenə qorxuruq, yenə qorxuruq. Biz neyinəyik ki, qorxmasıq? Bir baxaq buradan nə tapırıq? Diş varmış ki burada. Bir
Bir balaca diş var burada. Bunu çıxardacağıq. Gizlənib. Özü də obisindən xox gəlirmiş. Böyründən, bir böyrdən belə baxsa, zanətə obisindən xox gəlirmiş burada. Tək də dişin buradan yuxarı hissəsi görünür. Hər tərəfdən sümük əhatə edilmiş. Dişimizin bir parasıdır. Demək ki, gömülü ağıl dişini çəkimin stomatologlarımıza tam göstərdim. Burada faydalana bilərlər. Ağrı var mı? Hər hansı bir ağrı? Bəsit bir işlemdir bu. Dişimiz çıktı. Bitti. Kökler tam çıktı. Sade bir tiki işlemde yara bağlanır. Çünkü çok dağıtmamışıq yaranı. Yaramız bağlanıb burada. Hər hansı bir ağrı oldu mu? Xeyr. Hər hansı bir ağrı yoxdur. Xeyr. Rahatlıqdır mı? Hə? Qorxanlara nə deyir? Siz özünüz kimi qorxanlara nə deyə bilərsiniz? Qorxmayın. Qorxmasınlar, gəlsinlər. Burada bizim bir adet implantımız var. Avlon implantıdır. Biz buraya diş koymak için implant koymalıydık. Bir varyant. İkinci varyantımız olardı ki bu dişi yonardık, bunu yonardık. Buraya körpü koyardık. Bir diş bura, bir diş bura, bir diş de bura olardı körpü şeklinde. Üçüncü varyant da biri de vardı hatta. Bura protez düzeltmek olar. Protezin qarmaqları belə gəl bu hissələri tutur. Mikroprotez, belə gəl buralara qədər tutur. Amma o diş ətlərini çöktürəcəkdir aşağı. Heç də yaxşı bir konstruksiya deyil. Çünki bütün bu diş ətlərini çöktürür aşağı. İndi isə bura biz implant qoyduq. Heç bir dişə zədə olmadan. Mikroprotez qoysaydı diş ətləri gedərdi. Körpü qoysaydıq dişlər yonlardı. Belə deyilsə heç bir itki vermədən təkcə implantımızı qoyduq. Bura implantımızın üstünə bir burada vintli konstruksiya olan bu konstruksiyaları qoyacağıq. Burada vinti ayrıdır. Görürük. Bu da üzərində də ortası deşik bir konstruksiyadır. Burada görürük. Bu isə sağalma başlığı dediğimiz bir detaldır. Onu indi açıb görəcəyik. Bu sağalma başlığını buradan açıb çıxardırıq. İmplantın yerinə bir diqqətli baxaq. İmplantın yeri diqqətli baxsaq görərək necə də gözəl bir sağalmış bir vəziyyətdir. Və düzəltdiyimiz bu vintli konstruksiyanı yola qoyacağıq. Düzəltdiyimiz vintli konstruksiyanı burada avtoklav paketindən steril bir paketdən çıxardaq. Vintini də çıxardaq. Vintini yerinə keçirdik. Və dişi qoyduqdan sonra bu açarla bunu sıxırıq. Açarla sıxdıq, açar artıq sınır. Yəni sınır deyəndə burada qüvvəyə göründüyü zamanında bu bunu deyirəm. Bundan artıq sıxmağımız bu vinti qırmağımıza gətirib çıxardar. Dişin görünüşü ümumilikdə belə. Hələ ki indi təzə qoyduq. Bura kip sıxdığımız üçün vintli konstruksiyada axı kip sıxdığımız üçün burada bir ağarma var. Amma zaman keçdikcə buradakı kimi bir halqa sanki burada diş ətinin bunun sözünü vermirik. Amma bu praktik olaraq mən də fəaliyyətimdə görürəm ki burada bir halqa əmələ gələcəkdir və diş də gözəlləşəcəkdir. Dişin rəngi forması elə bilirəm eynidir. Bir də işıqsız bir baxaq. Belə. Burada qızarsa görəcəyik ki rəng elə eynidir burada. Burası diş belə görünəndə dibi ağ görünür, fərqli görünür. Belə bir baxaq. Görürük ki, hardasa eyni rəngdir. Narazılıq var dişin rəngindən? Yoxdur. Bir də mənə deyərdiniz, implant qoyulandan bəri nəsə implantda çox ağrınız oldu, narazılığınız oldu. Yox, heç ağrı, implant şiş. zamanı da olmadı. Bir də ağıl diş də çəkmişdik desəm biz həmin vaxtı. Bəli. İndi bu dəliyi bağlayırıq. Siz bir dəqiqə sual verirsiniz, bu dəli belə mi qalacaq burada? Yox, belə qalmayacaq. O dəliyi indi bağlayacağıq. Bulomla gözəl şəkildə bağlayırıq. Heç nə olmamış kimi, sanki heç burada ümumiyyətlə dəlik olmamışdır kimi buranı bağlayırıq. Və dişi tamamlamış olduq. Bağlayırıq, bağlayırıq. Bağlayın dişlər. Tak. Tamamen kontakta, bağlayın. Tamamen dişlər kontakta, hamısı bütün dişlərimiz toxunmaqdadır. Bu hissə toxunur, bura toxunur. Tam çeynəmək üçün kontaktdadır. Mübarəkdir, xeyirli uğurlu olsun. Sağ olun, çox sağ olun. İmplantdan qorxanlar, əvvəl də qorxurdunuz da deyəsən. Bəli, qorxurdum. Bu qorxanlara nə deyirsə özünüz kimi gənc xanımlara deyir, qadınlara deyir, qorxanlara. Qorxulu deyil, həqiqətən. O ağrı hiss eləmədim. İlk əməliyyat günündən bəri ağrı hiss eləmədim. Sizi incitmədik ki? Yox, təşəkkür edirəm. Xeyirli uğurlu olsun. Çox sağ olun.